Ölkə rəhbəri cənab Prezident İlham Əliyevin təhsilimizə diqqət və qayğısı nəticəsində Elm və Təhsil Nazirliyinin sifarişi ilə Göygöl rayon Topalasanlı kəndi Elzam Bayramov adına tam orta məktəbin tikintisi sürətlə davam edir. Məktəb binası 2 korpusdan ibarət olacaq. Birinci korpus 2, digər korpus 1 mərtəbəli olacaq. Məktəb 264 yerlikdir. Məktəbin artıq zirzəmi hissəsində və idman zalının hörgü işləri yekunlaşıb. Bir sözlə, yeni məktəb binası ən müasir tələblərə cavab verəcək. İşlərimiz qrafika uyğun davam edir. Keçən il may ayının 15-dən başlamışıq. İnşallah ki, ilin axırına təhvil verməliyik. 264 yerlik Topalasanlı məktəbinin köməkçi binalarından qazanxanadır, 2 dənə yanğın və içməli su hovuzu, sonra nasos qanadı, bunlar hazırdır. Demək olar ki, yəni tikintisi hazırdır, içinin avadanlıqları quraşdırılmalıdır. Məktəb binamızda gördüyünüz kimi idman zalımız demək olar ki, tamamlanır. Sıfır səviyyəsinə qədər örgü işlərimiz tamamlanır. İnşallah ki, sıfır səviyyəsinin beton monolit işləri görüləcəkdir, yəni bir yaxın günlər ərzində. İnşallah ki, ilin axırına təhvil verməliyik. O cümlədən də bütün avadanlıqlar hamısı müasir tələblərə uyğundur. Yəni, məsələn, partalardır, elektron lövhələrdir, zənglərdir, saatlardır. Yəni, bunlar hamısı rol oynayır. Şagirdlərin təhsil almağında, irəli getməyində çox böyük köməkliyi var bunlar. Yeni məktəb binasında 20-dən çox sinif otağı, həmçinin fizika, kimya, biologiya və kompüter otaqları olacaq. Bir sözlə, şagirdlərin yüksək keyfiyyətli təhsil alması üçün hər bir şərait yaradılacaq. Ölkəmizin dağlıq rayonunda çağdaş üsluba malik, gözəl görünüşlü məktəb binası şagird və müəllimlərin istifadəsinə veriləcək.